Nə deyim öz sənə, belə qəşəng idi, elə gözəldi, belə partlayışdı. Yəni elə evlər var ki, özün bilirsən də özləri danışırlar. Bir də göstər bax, söhbət edir. Bax nə deyir? Bax. Mənəm deyir. Bax görsən deyir mənəm. Yəni məndən başqası ola bilməz. Maşallah olsun. Allah hər kəsə belə gözəl ev qismət etsin əziz müştərilərim. Bu günləri gəlmişik hara Şuvalana, Əncir deyilən əraziyə, yəni 1 kilometr aralı məsafədə mən deyirəm daha çox, amma indi 1 kilometr nağdı da, yəni gördüyümü deyirəm. Hər tərəf villadır yəni burada. Birbaşa dənizə yəni baxır. İndi ətraflı sizə bir dənə buranı göstərəcəyik. Basen söz qaydasında hardasa 6 sota yaxın torpağın içində inşa olunub. Əkiz villalardır yanbayan. Mən sizə hal-hazırda birini göstərirəm. Yəni yanındakı da ki, bax istəyən olsa 2 qardaş, 2 yaxın dost gəlib yəni o villanı da ala bilər. Onun içində xırda işlər gedir, son tamamlama işləri gedir. Jalüz qapımız yerində, küçəsi çox genişdir həqiqətən. İndi çıxıb ikinci mərtəbədən sizə göstərəcəm. Bura bizim yay mətbəximizdir. Bəli, yay mətbəximiz həqiqətən də gözəl belə panorama şüşədir başdan ayağa, hər yanı. Maşallah, oradan da açılır. Sən də bilirsiniz də, yəni də inkişafdadır. Bax gördüyünüz kimi burada gözəl bizim yay mətbəximiz yığılıb, əziz insanlar. Bura gəlsən belə insan bək danışa bilmir, yavaş-yavaş danışırsan ki, belə yəni külək aparır səni, qaldırır yəni yuxarılara. Həyəti də belə dekor olunub, işıqlanması filan, hər bir şey görürsüz də, işıqlanma superdir həqiqətən də həyətdə. Dekorasiya da normal şəkildə verilib, yəni. Mən burada bir-iki əlavələr də eləyərdim köhnə gülsü kimi. İndi inşallah gələn illərdə kim ev tikənlər xəbərləsinlər mənə, dekor işləri bizdəydi. Əvvəl mən özüm dekor işinə baxmışam. Elə Hüseynin özü də maşallah peşəkar gülçü olub. Gəlirik bax burada evimizin yan tərəfində göstəririk sizə. Nə var, nə yox, yəni xırdaçılığına qədər gedirik də, necə deyirlər. Evin özü də paket kupçadır, yəni sənədə də onun söhbəti yoxdur. Nə indi durum deyim sən buradakı qaz su işıq daimi. Düzgün gəlmirsə deyirəm. Ev qayıdıb deyir mənə ki, ələ salsan mən söhbət eləmə bayaq evimdə. Və daxil olduğu gördüyünüz kimi bura bizim belə geniş hol, sağda qardirovna orada yığılıb və qonaq otağımız burada yerləşir. İstipoldur, birinci mərtəbə. Twist burada yığılıb, yəni belə gözəl xırda toxunuşlarla gözəl dekorlar veriblər bura. Belə panorama şüşədir qabağı da, opşi. Və əsas nüanslardan biri mətbəxdir ki, mətbəxin maşallah olsun. Yəni dizaynı da çox superdir. Bacal bu, göstər buranı sən hər tərəfdə görsünlər. Bütün bu polkalar filan hamısı keyfiyyətli materiallardır. İşıqlanma sistemi evimizdə çox super işıqlanması var. Evimizin birbaşa mətbəxdən də basenin qarşısına çıxmaq olur. Aşağı mərtəbənin sanitar qovşağını sizə göstərirəm. Evin arxasına keçməyə bax buradan da qapı qoyulub çıxa bilərsiniz. Sanitar qovşağımız burada yerləşir. Bax gördüyünüz kimi oydadır burada yığılıb, duş kabin burada yığılıb. Hər bir şey aksesuarlar quraşdırılıb, tam hazırdır. Evimiz sizin yolunuzu gözləyir Allahın izni ilə. İndi keçək sizə ikinci mərtəbəmizi göstərək dəyərli müştərilərimiz, keçdik. Əziz müştərilərimiz ikinci mərtəbəyə qalxan kimi bax görürsüz, bu ikinci mərtəbəmizin dekorasiyasıdır. Buradan da bir dənə keçək mənzərəyə Hüseyn. Hələ ikinci sürpriz ardıcan ücəyi partlayış. Maşallah olsun. Məhəlləsinə baxın evin. Görün necə gözəl evlər var burada. Çox gözəl məhəllədə yerləşir həqiqətən də. Bax yenə də bax tez evlər inşa olunmaqda davam eləyir bax burada. Hamısı da elit məhəllə, yəni gözəl evlər. Keçək də, keçək. Sən də tapırsan oranlarda, yanmırsan. Bax burada bizim bir dənə belə yataq otağımız yerləşir. İkinci mərtəbənin sanitar qovşağı da eyni ilə. Necə görürsünüz oranı, burada da tam səliqəli, təmirli qaydasında. Və gəlirik. Baxın, burada da bir dənə belə geniş otağımız yerləşir. Ev istifoldur da, yəni evin onu deməyə ehtiyac yoxdur. Monolit betondur. Yenə də deyirəm. Çox dərinliyinə getmirəm. Gəl bura, gəl. Gəl onu boş buraxma. Birbaşa dəniz panoraması. Qapını açam mənim. Arzuları açılan son qapı. Havasını hiss eləyə bilmədim, amma o tərəfdən açılır. Açarı götürüblər elə. Düz dənizə baxır dəyərli müştərilərimiz. Yenə də deyirəm, Şuvalanın Əncir deyilən ərazidə bu gözəl evimiz hal-hazırda 565 min manata satışa çıxıb. 2 dənə yanbayan bu evdən eynidir, yəni əkiz evlər deyirlər burada. Tam yəni əsas yola da yaxın yerdədir, asfalt küçədir, gəlirsən, dənizlə üzbəüz bu gözəl villanı alırsan, sahibi sən olursan Allahın izni ilə. Allah alana da, satana da xeyir versin inşallah. Hər kəsə belə gözəl ev qismət olsun tezliklə. Yenə də deyirəm, sənət də qaydasındadır. Bir dənə əlaqə nömrəsi qeyd edeyim.
070 871 82 81 nömrəsinə zəng eləyin və bu məhəllədən belə bir gözəl ev alın inşallah.